Soyuducular hələ hər evin ayrılmaz hissəsi olmadığı vaxtlarda mürəbbəni bahara qədər saxlamaq əsl ustalıq sayılırdı. Məhz o zamanlar sadə, amma son dərəcə təsirli kiçik hiylələr yaranır və nənələrimiz bu sirləri bizimlə bölüşürdülər. Mürəbbənin kif tutmaması üçün nə etməliyik? Kim düşünərdi ki, bəzən yay dadını qorumaq üçün cəmi bir ədviyyat kifayət edər. Amma bu, təkcə ətir verən vanil və ya darçın deyil, əsl təbii konservant qərənfildir. Həmin o biraz kəskin, ədviyyəli qoxusu olan qərənfil ki, biz adətən kompotlara və ya marinadlara əlavə edirik. Sir çox sadədir. Hər litr mürəbbəyə 2-3 ədəd qərənfil əlavə edin ya gilə meyvə və şəkərlə birlikdə bişirərkən ya da qapağı bağlamadan əvvəl birbaşa bankaya atın. Qərənfil təkcə kifin qarşısını almır, həm də dadına isti, xoş bir çalar qataraq ev ab-havası yaradır. Əlbəttə, bankalar steril, qapaqlar isə möhkəm olmalıdır. Amma nəsə tam ideal alınmasa belə, qərənfil kif əmələ gəlmə riskini xeyli azaldır. Vaxtla sınanmış üsuldur qərənfilli mürəbbə bütün qışı təzə və ətirli qalır, elə ilk bişirdiyiniz gündəki kimi. Üstəlik, bu üsul hər cür gilə meyvəyə uyğundur, qara qarağat, moruq, albalı və ya ərik fərq etmir. Gələn dəfə yay ehtiyatlarınızı hazırlayanda bir neçə qərənfil atın. Günəşli günlərin dadının necə uzun müddət qorunduğuna təəccüblənəcəksiniz. Axı nənələrimizin sirləri bəzən müasir üsullardan daha təsirli olur.